Asif Ata. İnam ve şüphe, mecnunluk. 1. Bölüm. Dahilik. Min üreye, min idraka sığmayan ehtiras, fikir. Bir üreye, bir idraka sığanda dahilik yaranır. Min qəddayan ağır mənəvi yük bir çiğne düşende dahilik yaranır. Denizlere benzeri var dahilerin. Adi çay sularından töreyip, lakin çay değil, denizdi. Dağlara benzeri var dahilerin. Xırda torpaqlardan, daşlardan yığılıp, lakin torpaq değil, daş değil, dağdı. Təbiət möhtəşəmliyə və bütövliyə can atır. O neçə ürəkdə parçalanan, paralanan, çiçilən adi hissləri, düşüncələri bir qəlbə yığır. Dahilər bəşəriyyətin mənəvi yük daşıyanlarıdır. Məcnun dahi aşıqdır. Onun böyüklüyü, bənzərsizliyi və faciəsi də bundadır. Adi, orta məhəbbətə pənah gətirənlər aləmində Məcnun dahi aşıq idealına uyğun yaşayır. Hamı sevir, sevilir. Lakin Məcnunun yaşadığı zəmanədə məhəbbətin ülvi mənası unudulmuşdu. Məcnuna qədər məhəbbətin bütün müdrikliyini, qəmini, kədərini, şeiriyyətini, fədakarlığını, müqəddəsliyini, cəngavərliyini özündə təcəssüm etdirən şəxsiyyət yox idi. Qəmlənən çox idi, lakin kədər bulaqlarından süzülüb gələn əzəmətli dağ çayı yox idi. Məhəbbətə hörmət var idi, lakin məhəbbətdə itmək, yanıb külə dönmək yox idi. Fədakarlıq vardı, müəyyən sədd daxilində. Heyrət vardı, müəyyən miqyasda. Dözüm vardı, müəyyən vaxta qədər. Atəş vardı, yanıb sönmək üçün. Fəryad vardı, bir anlıq. Fədakarlığı, heyrəti, dözümü, atəşi, fəryadı, müqəddəsliyi əbədi mövcudluğa çevirən, məhəbbətdə özünü tapan, məhəbbət üçün yaşayan və əbədiliyə qoşulan dahi aşıq yox idi. Dahilər dünya adlanan müxtəliflik aləmində müəyyən bir ideyaya uyar, ona bağlanar, onunla bir can olar. Məcnun üçün dünya və Leyli birdir. Məcnunluqda məhəbbət insan iradəsinə bütünlükdə hakim olur. Bu hökmün əzəməti qarşısında hər şey aşiqə sönük görünür. Məcnunu Geysdən fərqləndirən budur. Geysi Məcnun səviyyəsinə qaldıran da budur. Əgər Geys məhəbbət xəstəliyinə düçar olubsa, bu xəstəlikdən onu artıq heç nə qurtara bilməz. Onun əhvalı kimi həyat tərzi də artıq bənzərsiz olmalıdır. Onunla başqaları arasında sonsuz ziddiyyət yaranır. Geys eşqdə dahilik zirvəsinə çatdığından onu dəli adlandırırlar. Geysin dəliliyi, məcnunluğu nədədir? Ondadır ki, fəryadı yeri göyü tutrədi. Bu isə aşiqlik normasına uyğun deyil. Ondadır ki, Leyli ilə onun arasında misilsiz bir anlaşma, mənəvi qovuşma yaranıb. Ovzayı müxalif oldu yeksan. Quya iki təndəydi bir can. Hər kim sorar olsa Geysə bir raz, Leylidən ona yetərdi avaz. Kim Leyliyə qılsa bir xitabı, Geys idi ona verən cavabı. Geys kəbədaşlarına üzünü sürtüb, eşq bəlasının şiddətləməsini diləyir. Geys Leylinin atasının yox, onu eşqinə yetirməyə can atan Nofəlin əskərlərinin məğlub olmasını arzuluyur. Çünki Leyli ilə bağlı nə varsa, Geys üçün əzizdir. Geys rüsvayçılığında Məcnun məğrurluğu var. Başqaları üçün məhəbbət həyatın bəziyidirsə, Məcnun üçün həyatın özüdür. Məcnun üçün dünyada məhəbbətdən qeyri heç nə yoxdur. Başqaları üçün məhəbbət gec-tez sönməli olan bir ocaqdır. Məcnun üçün yaşamaq, məhəbbət odunda yanmaqdır. Bu fərq Məcnun ilə atasının söhbətində öz parlaq ifadəsini tapmışdı. Burada qeyri-adi vurğunluqla,
adi aşıklik arasındaki mesafe görünür. Burada iki məntiq döyüşür. Atanın və Məcnunun məntiqi. Atanın məntiqi adi şuur məntiqidir. Bu məntiqə görə bütün dərdlərin əlacı var. Eşqə könül vermək bəlalı işdir. Məhəbbət insanı zay edir. Leylidən başqa dünyada qız çoxdur. Eşq əbədi his deyil, gec-tez o sönür. Oğul ata malına sahib durmalıdır və s. Bu sözləri hamıya demək olardı, Məcnundan başqa. Ata oğlunun bənzərsizliyini dərk etməmişdi. Dərk etsəydi, oğluna aşağıdakı sözlərlə müraciət etməzdi. Eşqin bilirəm ki, böylə qalmaz. Daim səni ғəm bu halə salmaz. Bəxtin oyananda bu yuxudən, hirsin yorulanda bu cüstcüdən, qorxum bu ki özgə ola halım, dünyada nə mən qalım, nə malım. Ata anlaya bilmirdi ki, Məcnunun eşqi həmişə belə qalacaqdı. Duymurdu ki, o məhəbbət bəlasından nəşələnmək üçün doğulmuşdu. Duymurdu ki, Leyli və Məcnun adlı iki şəxs yoxdur. Onların əvəzində şairanə bir vəhdət, ikinin bir olması mövcuddur. Anlaya bilmirdi ki, Məcnunluq misilsiz cəfakeşlikdir. Cəfadan əbədi pay ummaqdır.